Hər vaxtınız xeyir Media Inform izləyiciləri. Xəbərləri Gülşən Nizami qızının təqdimatında izləyirsiniz. Dəyərli izləyicilərimiz, bugün sizlərə üzücü bir xəbəri verəcəyik. Media Inform onlayn televiziyasının kollektivi başda Bəylər müəllim olmaqla Saatlı rayon İcra Hakimiyyəti aparatının İctimai Siyasi şöbəsinin və Ərazi İdarə Etmə şöbəsinin müdür müavini, əziz dostumuz, qardaşımız Fərhad müəllimin qaynatası Qədirov Əlisa Lələkişioğlu ürək tutması xəstəliyindən vəfat etmişdir. Bu ağır itki ilə əlaqədar Fərhad müəllimə, mərhumun ailə üzvlərinə, yaxınlarına dərin hüzünlə başsağlığı verir. Allahdan rəhmət diləyir. Onu da qeyd edim ki, Saatlı rayonun nüfuzlu ziyalılarından olan Əlisa müəllim bir müddət Saatlı rayon İcra Hakimiyyətinin nəzdində şöbə müdürü, sonra isə seçki məntəqələrində katib vəzifəsini icra etmişdir. Ziyalı Əlisa müəllim ömrünün çox hissəsini orta məktəblərdə ixtisası üzrə fizika müəllimi işləmişdir. İşlədiyi müddətlərdə dərs verib maarifləndirdiyi şagirdlərin çox qismi ali məktəblərə qəbul olunmuşdur. Əlisa müəllim işlədiyi müddətlərdə dövlətimizə, xalqımıza şərəflə, sədaqətlə xidmət edərək ölkə prezidentinin etimadını doğrultmuşdur. Allah rəhmət eləsin, Allah ailəsinə səbir versin. Ağır itkidir. Ruhu şad, məkanı cənnət olsun.